Sabiq Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Füzuli Ələkbərova məxsus Improtex qrupa daxil olan şirkətlərdən Improtex Industries MMC-nin 2.223.740 manat vergi borcu olduğu üzə çıxıb. Şirkətin qanuni təmsilçisi kimi isə keçmiş nazirin qardaşoğlu Ələkbərov Ruslan Nizamioğlu'nun adı göstərilir. Araşdırmacı jurnalist Cavanşir Həsənli sabiq nazir haqqında olduqca maraqlı məlumat paylaşıb. Onun sözlərinə görə Azərbaycanda sabiq nazirin şirkətinə direktor təyin etdiyi qardaşoğlu vaxtilə Azərbaycan Dövlət Neft Fondunun daşınmaz əmlak departamentinin rəhbəri olub və 2018-ci ilə qədər bu vəzifədə çalışıb. Onun adı ölkə xaricində çoxsaylı əmlak şirkətlərində də keçir. Ofisi Lüksemburqda Grand Rue 70 ünvanında yerləşən Ra Capital Serral Beynəlxalq Daşınmaz Əmlak şirkətinin səhmdarları arasında Ruslan Ələkbərovun da adı var. Şirkətin rəsmi saytında qeyd olunur ki, Ruslan Ələkbərov daşınmaz əmlak investisiyaları sahəsində veterandır və Dövlət Neft Fondunda 10 ildən artıq müddətdə müavin CEO və daşınmaz əmlak şöbəsinin rəhbəri vəzifəsində çalışıb. O fondun qlobal daşınmaz əmlak platformasını qurub, Fond of Fondlar proqramını işə salıb Avropa, Asiya, Sakit Okean regionu və Amerikada təxminən 3 milyard dolları daşınmaz əmlaka və 1 milyard dolları özəl kapitala investisiya yatırıb. Ruslan Ələkbərovun adı okeanın o tayında Panamada 2008-ci ildə qeydiyyatdan keçmiş Fabros Consult AG adlı anonim şirkətin direktorları sırasında da yer alır. Hüquqi baxımdan aktiv olan bu tip strukturlar adətən konsalting, holding, beynəlxalq ticarət və ya offshore planlaşdırma məqsədləri üçün istifadə olunur. Azərbaycan dövlətinə 2 milyon manat vergi borcu olan şirkətin direktorunun adı İspaniyada azı 5 şirkətdə keçir. Bunlardan 3-ü daşınmaz əmlak, biri klinika, digəri isə gözəllik və sağlamlıq mərkəzi sahəsində fəaliyyət göstərir. İspaniyanın məşhur Malaga bölgəsinin Marbella şəhərində Ruslan Ələkbərovun təsis etdiyi Nordic Hill Aloha 471 SL və Nordic Hill Aloha 472 SL şirkətinin artıq 4 ildir fəaliyyət göstərdiyi bildirilir. Bunlardan əvvəl 2019-cu ildə o burada Diadalera Real Estate Investments SL şirkətini təsis edib. Hər üç şirkət Marbella şəhərində qeydiyyatdan keçib. Ruslan Ələkbərov bu şirkətlərdə yeganə administrator kimi qeyd olunur ki, bu da şirkətlərin tam hüquqi və idarə etmə səlahiyyətlərinin birbaşa onun üzərində olduğunu göstərir. Bundan başqa 2019-cu ildən Malagada fəaliyyət göstərən Otium Health and Beauty SL və Otium Clinics SL şirkətlərinin də hüquqi sahibi Ruslan Ələkbərovdur. Ələkbərov 2015-ci ildə İsmayıllı hadisələri ilə əlaqədar vəzifəsindən azad edilmiş sabiq icra başçısı Nizami Ələkbərovun oğludur. Həmin hadisələr zamanı Füzuli Ələkbərovun oğlu Vüqar Ələkbərovun İsmayıllıları təhqir etməsi əhalinin etirazlarına səbəb olmuş. Etirazçılar rayonda Ələkbərovlara məxsus Çıraq otelini və bahalı avtomobilləri yandırmışdılar. Nizami Ələkbərov bu hadisədən sonra vəzifəsini itirsə də, sabiq Milli Təhlükəsizlik naziri Eldar Mahmudov onu 2013-cü ilin oktyabrında nazirlikdə şöbə müdiri vəzifəsinə təyin etmişdi. Hazırda Vüqar Ələkbərov Improtex şirkətlər qrupunun vitse-prezidenti, Füzuli Ələkbərovun digər övladı Günel Ələkbərov isə Azərbaycan Turizm Bürosunda MDB və Asiya regionu üzrə sektor müdiri vəzifəsində çalışır deyə Cavanşir Həsənli paylaşımında qeyd edib.